Salam, hər vaxtınız xeyir olsun əziz Azərbaycan xalqı, hamınızı xoş gördük. Bildiyiniz kimi mayın 10-u Ulu Öndərin doğum günü. Mən də bugün Ulu Öndərin məzarını ziyarət etməyə gəlmişəm. Hər bir Azərbaycan vətəndaşının borcudur. Ulu Öndər Azərbaycanın qurucusu, bu yerlərə gəlib çıxmağında böyük əziyyət var, həqiqətən. Bu fakt, bu danılmaz bir fakt. Bugünkü gündə də Ulu Öndərin davamçısı İlham Əliyev Heydəroğlu. O, atasının, Heydər Əliyevin, Ulu Öndərin, Heydər babanın yolunu gedir. 200 il boyu heç bir kəsin eləyə bilmədiyini İlham Əliyev Heydəroğlu etdi, tarix yazdı. Bugünkü gündə Qarabağ Azərbaycan, Azərbaycan Qarabağ söylüyülür. Baxın, dostlar, gəlin unutmayaq. Şuşada, Laçında, Kəlbəcərdə, Qarabağda 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Bu bayrağı dalğalandıran kimdir? Ulu Öndərin davamçısı İlham Əliyev Heydəroğlu. Bəli, bugünkü gündə Qarabağ Azərbaycan, Azərbaycan Qarabağ söylüyülür. Hər bir vətəndaşın borcudur. Bugünkü gündə gəlib Ulu Öndərin məzarını ziyarət etsin. Bəli dostlar, Allah Heydər babaya rəhmət eləsin, məkanı cənnət olsun. Baba, sağ olaydın da bu günləri görəydin. Oğlum tarix yazır. Qarabağ, Azərbaycan.